Sırf dəqiqəsi azdır deyə birinci bölümə bir dənə baxacağam. Yoxsa onsuz da bizdə bu dəqiqə yeraltı var aktiv izlədiyimiz. O qalıb. 3-4 bölümü qalıb onun. Selamun aleyküm Muratba. Qismətə bax ya, yenə qarşılaşdıq. Mən keçən dəfədən sonra çox fikirləşdim. Sən düz deyirsən. O söyüşə görə mən də öldürərdim. Amma baxır o söyüş kimə söyülüb. Hala sən bağlanmış söhbəti niyə açırsan? Yox, açmıram. Xatırlatma edirəm, yenə deyirəm. Rüfətin başı üçün deyil də nadir olursun. Ara yerdə verdi, Zasvoda getdi, nəysə. Rüfətə görə narahat olma. Onun içəridəki yaşayışı sənin çöldəki yaşayışından yaxşıdır. Mən istəyirəm bu söhbət mirini bitsin. Budur mu? Cahanlara dəymirsən, bu bir. Çayxananız davat edirsən mənə, bu iki. Nurlandan da üzr istəyirsən, bu da üç. Baş üstə. Amma bir dənə uşaqlarla məsləhətləşim də. Hulusi Qaqaşın üzünü niyə belə çox az göstərdilər danışanda? Baxmırsan ki. Hindistan serialı olacaq 3 vs 20-30. Sən baxmısan? Qanda çox saxlaya bilmirəm deyə tezləşdirirəm. Əslində qorxurdum. Heç vaxt ölümə bu qədər yaxın olduğumu hiss eləməmişdim. Mən belə ölməli deyildim. Yatır görmüyorsun abi. Aydın olayacağım. Kardeşim bazarı da. Hadi tez ele de. Ama koçum deməliyim o. Vallahi mən deyim İlqarıma, sən özün de iki ilə. O bıçaq bir gün sənin özünə girəcək, onu da ağıllanacaqsan. Ayıp değil müəllim, bu ne söz diyorsunuz? Ne bu da idman bir növü de. Sən ayıb qanansan. Belə idman növü olur. Yoxdur. Sən də elə bil müəllim qabağında durmusan axı. At o sigareti görün. Gül kimi idmansızsan, gör özü bir nə hava salırsan. Ben idman bırakmamışım. Ülker reklamdır burada. İşte bize reklam değil. Qaqaş çünkü bildiğin fırladıp ki Ülker görünsün. Maraqlı geldi. Axırda görər şeyin. Deyil deyəsən. Bəs belə idmançı olur. Ay müəllim indi bundan başqa Deyilsə də bərk səhv hərəkətdir hələ deyir. Əli ilə onu tutmalıydı. yatıram da. Siz də gedin dərslərinizi oxuyun uşaqlar. Qoşulmayın bunlara. Düzdür da. Siz nə- Səhnədə doğrudan vurublar onu. Daha yerin dərsinizə sabit tez elə. Necə deyirdilər müəllim? Dərs insanın nə idi? Cövhəri. O işdir, səhv salmısan. Məzələnirsən məndən. Müəllim, Allah haqqı sizə söz demək olmur. Şola gedin dərsimizi oxuyun da. Bax sizə görə biz dayanırlar. Dərs çoxdan qutarıb. Adil, Azəvi qavla dalaşıb. Davaşıb. Mənə də gözlə. Biz də gedək. Hə, uşaqdır da ayıracaq. Bu necə asılır ha? Ayırma bunları. Ayırma birbirini. Çək kənara. Saymırsan məni.
Sənin burada nə işin var? Deyin Bahara. Deyin Bahara. Müəllimə siz Allah mamiyə sən deməyin, özüm danışacağım. Ne oluyor lan burada? Əyləş. Müdür gəldi. Çox təsirli kinodur. Çıxın. De görüm Azər. Sən dayana. Sədaqət müəllimə nə olub? Nə işlətmirsiniz? Azərlə İlqar dalaşıb. Valideynləri çağırın. Baş üstə. Yaqub, mən nə ehtiyac var axı? Kəs. Bahar xanım yanıma çağırın. Baş üstə. Danış görüm niyə dalaşdınız? Heç nə. Danış da deyirəm, beynimi xarab eləmə. Leyla'ya məktub yazıb. Hansı elə Fərdin bacısına? Həri. Uşaq da yazıb. Qələt eləyir o. Dostum bacısı mənim bacımdır. Oo, həri sən şıpıdır. Xoşum gəldi. Deyəm aç elim ulandan. Yaxşı eləmişsən, amma mamanın yanında elə danışmayacaq. Yaxşı. Mən sənə iki dəfə deməliyəm. Bax, sənə hər dəfə deyirəm ki, dalaşma, sən yenə dalaş. Bahar xanım. Bu axırıncı xəbərdarlıqdır. Bir də belə şey olmayacaq. Uşağı da özünə oxşadınız. Ya bu müəllim, valla mən bayaqdan danlayıram ki, sən niyə belə uşaq Yaxşı, olursun? bəs də. Az danış. Sən özün danlayan lazımdır. Nəysə. Gedin. Yaxşı, sağ olun. Şuna baxma. Fikir mən. Sağ ol, gəlb müəllim. Mama sabahdan İlqara burger zat vermir. Niyə? Sənə lazımdır. Bunu danışıq da, mama ilə danışsan, hə? Kim oxşayıb görəsən? Mən nə vaxt səndən belə əmrinlə danışmışam? Baxır sənə hərəkətlərini də götürür. Yaxşı tərəflərini götürsün də. Yaxşı tərəfində var sənin. Fazıl dayı necəsən? Sağ ol Adil. Qarabaş qayıtdı. Hə, hara qayıdıq, duman apardı Qarabaşı. Aparar da. Xətrimə dərsən, ha? Sağ olun Bahar xala. Salam. Geç gəlmə. Yaxşı. Ne oldu, ne değil? Yaqub da hürdü dayandı. Da öldürüp dəqiqə başı nə çağırırsan Bahar xala? Sən bilirsən, Bu arada bilmirəm eşitmisiniz yoxsa yox. Bəzi yerlərdə əsgərlikdə valideyni əgər ya olur ya əsgərlərin arasında temalar, onlar da biraz bölgəyə görə dəyişir. Hərbi hissəyə görə dəyişir, hətta belə deyim. Bir hərbi hissədə padlı olan bir şey, digər hərbi hissədə normal qarşılanır. Bir hərbi hissədə idim. Bir çoxunda olmuşam. Sadəcə birinə düşəndə belə bir söhbət oldu. Eşitdim ki, o da birinin valideyni çağırıldı deyə eşitdim. Bu hərbi hissəni bir dənə belə qanunu var ki, şeydə nə üstündə olur olsun, yəni o pis mənada da əsasən nə üstündə dediyim pis mənada, yəni dalaşmaq zad mənasında. Valideyni çağırıldısa, fiso da bu elə bir ki, bütün briqadada söyüldü bu adam. Bu fiso bundan belə şeyi yoxdur. Ki, sənin valideynin gəlib burada başını aşağı salıb sənə görə belə elə falan. Ki, mən ümumiyyətlə əsgərin valideyninin briqadaya çağırılmasını deyim sizə ki, bir 10 dənə bəlkə briqada falan gezmişdim, nə bilim. Qız bibi deyil, yox. Heç birində birinin valideyni çağırılmayıb bu arada. Heç zəngi belə olunmur. Çünki nə olur orada olur. Bura məktəb deyil. Orada da başa salırlar səni. Bu fərq yox deyə bölük arasında, komandir arasında. Orada başa salınır. Sən gəlib sənin valideyninə şikayətçi olmurlar. Bu o yerdə belə bir söhbət var idi. Bilmirəm daha elə bir şey olmuşdumu, yoxsa yox, bilmirəm. Bir dənə görmüşəm ki, həqiqətən zəng olunub. Hətta gəldiklərini çox görməmişəm mən özüm. Amma eşitmişəm ki, gəlinib. O da niyə görə? Biri ölmüşdü, özünü öldürmüşdü. Uzun söhbətdir, danışmayacağam çox. Detallara girməyəcəm. Amma belə bir söhbətlər olmuşdu. Azər niyə dalaşır? Niyə? O da ki, daha ölüm itim söhbətidir. Da gəlib uşağı heç nə demə ya. Qız bibi gözündən baxmırlar, yox, başqa gözdən baxırlar. O pis bir göz. Sinif yoldaşı Leyliyə məktub yazır. Kim? Allah rəhmət etsin. İlqar. Tamam. Bu da gedib onu döyüb ki, dostumun bacısı mənim də bacımdır. Mən də onun məktubunu deyildim. Adı şaxtlar. Azər ağsaqqal kişidir. Bu nə deyir?
Meğersen anan atalı yetim. Üstün. 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 Bir de ona vardı. Ay hiç bırak. Eləmə, nə oldu? Eləmə də 100 dəfə demişəm sənə. Ne oldu? Ne kız kimi küstü? Seni zarafat edirəm də. Adam deyilsən sən. Bir gün bu. Yaxşı da nə olur? Heç nə. Nəsə olubsa özün bilirsən ki, qardaşların ölməyib ha. Aa, sən öyle deməyəcəm də, nə olub deyən. Səhər kişilə sözün bilirsən. Şəp gəldim. Pis danışdın, nəsə əsəbləşdirdin. Sən atovun normal danışdığı gün var ki, başım bırak. Buraxdım. Necəsiz uşaqlar? Salam qaqa. Ne oldu, oynayırıq? Nə oynayırıq? Futbol da. Nə futbol ha? Başqa deməmsən, hə? Gəl uşaqları xəbər elə bizə. Bizə niyə demirsən, hə? Nə oynamıram heç cür. Ne oldu la oynamıram dedi başladı ki. Daşkının çox pis hekayəsi var. Mən elə heç nə görməmişəm. Bu arada danışmıram, saxlamıram videonu əslində vaxtı çatması üçün onu saxlamıram. Danışmıram, hələ baxıram da, yəni analiz edirəm. Bəyənsəyə baxacağıq ha. Baxıb baxmayacağıq demirəm. Davamına baxacağıq amma yer altını bitirən kimi. Evində asıl. Uzanıb. Bizdə şeydə var idi, məhəllədə şey gelmişdim. Dayoğlu məhəlləsinə gelmişdim. Futbol oynayırdılar. Tez danışacağım saxlamadan. O futbol qutarıb bunlar yıxılıblar. 3 nəfər bu ayağını tutub, o birisi dizini tutub, o birisi belini tutub. Deyirəm amma bunlar nə edirlər? Deyir o şey deyə o əzilənlər olur ya belə tuturlar ora bunlar. Deyirəm oyun qutarıb indi niyə tutublar? Tırılmış da kəlmə. Şəpitlə oynadığımız vaxtlar. İndi özel məktəblərdə də futbol üçün meydançalar var. Nə qədər ayağımıza mıx batıb bizim. Hocam bizim qaqaş qapıdadır. Kim yıkıttı beni? Ne oldu? Askıya alındı. Yayım. İtiraz zad eləmirəm. Cəhənnəmə. Ben vururum da. Ben vururum da ne olur. Sana bir akıllı tutup vurmasan çek. Ayaktan vurmuşsunuz da gol. Bir tane gol vurmuşsunuz. Ben de birine vurum da ne olur ki? Allah vuracam da özün vuranmayasan deyirəm. Vuracağım Allah kıvır. Sana bir Allah'ın özün koyacam indi sən. Yaxşı da, yaxşı, yaxşı. Mənə dəxli yoxdur. Bu penalı mən qazanmışam. Mən vuracağım. Qaqaşın sifəti elə bir ki şey deyə tam belə aktyor olmaq üçün çıxıb nə. Amma qaqaş vurur ha. Qoymadılar o birisini vurmağına. Ya full bir ara uşağı görürəm. Onun bunun haqqında da girir, amma çox da pis biri də deyil belə. Ortalama bir həyatda gördüyümüz şeylər görürəm hələ ki sadəcə. Oynamırsan bu oyunu sən? Topa vurma dedim. Belə topa girlər, heyvan kimi oynayırsan, Ay sən? qardaş, olur da belə şeylər, oyundur da. Olsan biraz danışıqlığa fikir versən yaxşı olar. Biz də bilirik, oyunda ayağımızın səydin havuz edir. Olacaqdım topa al. Qoyub indi başı bəzərəm də sən orada. Gəl əli qan. Şübhədir.
Burada da incə bir mesaj verilib də, deyəsən Sabah çempion oldu falan mənasında. Qolu Qaqaş vurdu. Tez məndən köynək gətir. Sabah köynəyini. Get köynək gətir. Azər, kimdən danışırsan? Mamənə. Vaxtında gəlmisən. Əllərini yox, keç süfrəyə. Yeməyi nədir? Ay mama. Hə, Yeməyi nədir? ərişdə. Naşükürlük eləmə. Bu su niyə gəlmir? Bakaç da. Hı. 50 dəqiqə. Çatarıq ha. Bu nədir? Hə, qan ləkəsi çıxar elə asan. Bu nə qandı? Nədən gəlir? Yenə dalaşmısan, hə? Yox. Ümid edirəm burada yəni dalaşmağın pis olduğu barəsində belə şeylər, yəni bıçağı zadı çünki çox göstərirlər və Gəncədə olan məsələlər heç xoşuma gəlməyən bir şeydir ki, inanıram ki, bu İTV-nin də xoşuna gəlməyən bir haldır. Ona qarşı bir şeylərdir də yəqin ki. Bunun pis olduğu kimi şeyləri görərik də yəqin irəliləyən dəqiqələrdə falan. Ya da o birisi bölümlərdə uca bilməm necə işləyirlər. Heç bu arada 0 spoiler var ha məndə. Yeməyi. Amma deməyin də, yəni görürük yoxsa görmürük. Baxın, göstərin. Bax. Ay zibil. Bu zülmə söhbətləri. Bir partlayış. Başa düşdünüz? Buradan istəyirsən, nə inirsən elə. İstəyirsən qaldır, istəyirsən yıx. Getdim. Bir də əsas vacib olan şey diqqətdir. Siz güləşəndə fikiriniz... Hamısının saçına bax, bir dənə necə uzundur. Çox belə 1-2 nəfərdə qısa deyə. Bizdə elə şey var idi. Sənin saçın buraya düşə bilərdi. Dərsdə qeydləyərdilər səni. Sizin hərənizin fikri orada burada olur. Hələ bunun saqqalını demirəm ha. Ya da bunun. Saqqallara elə girmirəm. Birinizin fikri yeməyin yanında. Birinizin fikri PlayStation'da. Birinizdəki məhəllədə futbol oynamaqda. Amma bu dediklərimdən ən vacib olan bir şey var. Diqqətdən, cəhdlikdən və fəndi düzgün icra eləməkdən vacib bir şey. Nədir o? Nədir? Yapışdıracağam indi bir dənə sənə. Nizam, intizam. Nizam, intizam olmasa bu dediklərimin hamısını apar at zibilliyə. Hər öz parasını götürsün, davam eləsin. Bura gəl. Niyə gecikirsən? Müəllim, məhəllədə uşaqlarla yarışdıq. 5 krok qaz yerişi. 6 krok. Müəllim, 7 krok. Getdi. Qaz yerişini niyə aşağıda dairə olaraq çeviriblər? Rusca deyil ki. Getdi. Davam eləyin. 1 dəqiqə dayanmadan. Birin o, birin sən. Bir dəfə şey qaçırdıq, stadionun həyətində qaçırdıq. Stadion da böyükdür. O müəllim də çıxdı, getdi. Mənim də 0 təcrübəyəm də, yəni dərsdən fırladım, eləyim. İstər idman olsun, istər normal şeylər olsun da, əlavə idmana gedirdim. Yəni heç eləməmişəm ha. Prosta tıxanım çatmır da, yəni qaça bilmirəm, ölürəm. Müəllim də biz neçə quruq qaçış verib. Yəni 100-ə falan deyim də sizə, elə başa düşün, 100-dən də çox. O cırılırıq da bildiyin. 1-2 nəfər zət normal qaçdılar, bitirdilər. Bəziləri də hələ də qaçır. Belə əməlli qaçırlar da bitirməyə. Görürəm ki, bəziləri qaçmaq yəni məsələn quruq deyil, fırlanır buradan keçir, 5 quruq sayır özündən, nə bilim 10 quruq sayır, fırlanıb çıxıb gedir də.
Mən də baxıram, belə izləyirəm, amma qaça da bilmirəm, yeriyirəm ucu. Yeriməyə də gəlib səhərə çıxacam da cəmaət içəridə ucu məşq eləyir. Pula düşsən axı, məşq eləmək istəyəndə bir yandan da. Cəmaət gedib içəridə məşq eləyir, sən qalmısan belə. Mən də fırlandım, girdim içəri məşq eləyim, müəllim gəldi. Qaz yerişi, pres, 300 dənə pres deyə. Çox pis. O idman günləri getsin gəlməsin. Sən demə yuxarıdan pəncərədən baxırmış. Kurgu da yeri onu çevirir. İsmail sen bilirsen ki senin bütün borcun Zibil'e göredir. Bizim yemeğimize göre değil. İçinden gelir. Əcəb edir. Bu qaqaş atası ilə dalaşan qaqaşdı da. Kurtkada oturmuşdu qırağda. Bedroza da atdılar buna. Nə edilər bilməm. Danışma. Necə danışmırsan? Sen evde dolandırmasan da ben evde. Söyle mən idarə. Ekonom Sen elə. imkan verirsen. Başa düş də, başa düş. Ekonom elə. Mən sənə nə deyirəm ki? Ekonom elə. Bura bax, xoşun gəlmir. Marketi təmizləmirsən. Xoşun gəlmir. Verərəm siyahını sabah özünə gedib alıb getirərsən. Bezdim mən. Dilləşmə də məndən. Dilləşmə. Yəni deyirəm ki, işdən çıxmışam, başa düş də. Niyə çıxmısan yeni işdən sən? Əcəb eləyirəm. Ürəyin belə istəyir, hə? Sonra nə baxırsan, hə? Nə baxırsan? Heç nə. Vallahi İsmail, daha heç nə. Hadi yaxşı. Sən də əlbi çək görüm ha. Dərslər necə gedir? Belə də dərslərdir. Hansısa oxuyan zibil döyürsən. Heç olmasa idmanla ciddi məşğul ol da. Get yerdən zaddan tut, biz də fəxr eləyək, biz də bir gün görək. Yaxşı, yeyəcəksən bunu aparım. Yox, yemirəm. Lap yaxşı, yeyən günün olmasın. Eləmə də, mən eləmə. Baba, özümə cavabdeh deyiləm. Baba, deyirəm. Deyirəm, özümə cavabdeh deyiləm. Sən zancaq edəcək. Əllərin sınsın sənin. İki kişi də fikirləşmir ki, evimdə qız uşağı böyüdürəm. Sabah bu qapıya elçi gələcək. Yaxşı da, elə danışsan, elə bir birinci dəfə deyil. Özünə nə elçi? Sözgərşi dedin də sən də ki, qonum qonşunun da yanında bir abur olmuşuq. İtə də bir sümük borcumuz var. Narahat olma, heç kim acından olmur. Belə getsə birinci biz olacağıq. Heç kim acından olmur. Çay gətir. Sən get. Çay gətir özü idi. Özünü mən aparıram. Elə bilməyən məktub söhbətini bilmirəm. Get gətir. Nə məktub? Leyla, məni gic yerinə qoyma, deyirəm get məktubu gətir. Qaqaş, vallahi heç bilmədim orada nə yazdı. Heç baxmamışam da. Mənə maraqlı da gəlmir. Sənə deyirəm ki, Cırmışam. Nə qəbri cırmışam. Onda bu atası ilə dalaşıb evdə oturan uşaq deyil də. Çünki şeydir. Məktub söhbəti açıldı. Məktubu da bu demişdi. Bunun qardaşı çünki dalaşmışdı. Bunun qardaşı da onun qardaşı. Hətta bunun qardaşı dalaşdığı üçün bu getdi dostuna dedi. Həmin o dostu idi də. Deməli o qızın bacısı. Bacısı deyirəm qardaşı. Sakit oturan bir dənə uşaq var idi. Telefon falan düşdü. O deyil. Yaxşı, tamam, olmadı ki. Bu arada mənim uşağım zırt-pırt evə baba əlində qanman gəlsə var ha. Rədd eləyərəm, deyərəm, çıx get. Məndən uzaq olsun. Mən uşağıma elə bir tərbiyə vermərəm ki, bu beləsinə zırt-pırt. Fərqi yoxdur ya, səbəbi nə olur olsun. Dava dalaşla keçsin günü. O ara uşaqları olur, dayanmadan dava dalaş edirlər ha. Sırf nə bilim, güya zordular da bunlar da, güya hər iş bunlara qalıb, özü balaca pox boydadılar. 10-cu sinifdə zətdə oxuyurlar. Deyərəm ona çıx get. Səndən övlad olmayacaq. Onun zibilinə əlləşməyə adı da yoxdur. Həll edərəm, əlləşsən bu arada. Adam edərəm onu. Amma oturub əlləşmərəm. Amma Qız uşağı ən yaxşısıdır.
Mən daha sənlə bacarmıram Adil. Özüm deyirəm, özüm də eşidirəm. Nə qədər olar? Adil eləmə. Ölürəm istəyirəm. Adil bəsdir. Adil olmaz. Görsən, özünü öldürür O bu uşaq adam. da baxır sənin Qadın. tökdüklərini yığır. Hem böyle. Başa düşmürsən ki, sən böyüksən. Sən indi ona ata əvəzi olmalısan. O yazıq uşaq baxıb səndən nə nümunə götürəcək? Mən neyim? Mən günahım yoxdur axı. Günahın yox. Bilsən niyə deyirəm bunları? Çünki mən özümdə belə şeylər yaşayıram və mən özümü sıxa da bilirəm. Yəni ki, mənim elə kontuziya zad məndə, yəni o qədər çox şey var ki, mən özümü sıxa bilirəmsə, pox boyda 10-cu sinifin uşağı özünü 100% sıxa bilməlidir. Ki, mən 10-cu sinifdə olmuşam və mən sıxmışam. Mənim bacardığımı bacarsın demirəm, amma ən azından mənim yarım qədər olmalıdır da bu adam. Yoxdur. Ki mən uşağıma onsuz da beynimizdə qururuq da hər çətinlik, asanlıq nə yaşayırıqsa həyatdakı uşağıma belə bir tərbiyə verəcəm, belə bir şeylər eləyəcəm, belə olmasın, olmaması üçün əlimdən gələni eləyəcəm, belə olsun deyə əlimdən gələni eləyəcəm dediyimiz şeyləri onsuz da eləyəcəyik də bir gün. İnşallah Allah qoysa, Allah qismət etsə. Və eləməyimdəki ən böyük səbəb budursa, mən belə bir övlad çıxsa mənim qarşıma, mən deməli heç nə bacarmamışam, bir pox deyiləm deməli. Mən bir valideyn olaraq utanıramsa özümdən, məndən uzaq olsun da. Daha da mən yaxşı bir şey eləməyəcəm deməli. Məndən bu çıxıbsa, üstünə də artıra bilmirəmsə, zibili çıxdıqca çıxmasın daha yaxşıdır. Onda niyə əllərin o gündə idi? Gələ. Fərid dalaşırdı məndə. Qoşulma Fəridə. O bir şey məhəllədən uşaqlar gəldi. Bu arada Fərid mənə dalaşmayıb, bu dalaşmayıb. Sən demə bunun bir də məşq yoldaşıymış Fəridin. Nəysə sən demə əvvəldən sözləşiblər də. Bu Fəridlə yenə sözləri çəp gəldi. Fərid başladı bunu vurmağa, mən də girdim aralaşdırmaq istəyəndə bir. Uşaq başaldadırsa, olmaz ki özünü normal adam kimi. Asan demədim ki qız uşağı saxlama. Bax da Daşqına, İdrisə, Sabirə. Onlara oxşamaq belə çətin. Ən azından şirin bir qız saxlayacağam. Onu demək istəyirəm. Hər sözümə qayıdıb mən borcu balaca bir lopuq qayıtmayacaq mənə. Mən döyməklə azanla aram yoxdur. Hər şey qədərindəyəm, amma ki atırıb uşağı it kimi çırp nə qazanacağam heç nə. Allah. İdrisi Əlinin bir taktikası var. Sabirlə Daşqın kimi olmaq çətindir. Necə də hər şeyi salırsan zarafata. Mən onsuz da səndən universitet zad gözləmirəm. Ki bu arada uşağın önce bəlli bir sinif aralığı var. Orada önce bilinir ki bu uşaq nədir? Heç olmasa məktəbi bir təhər oxu, Önləmə o vaxt almalısan. qurtar. Gecikdinsə. Sonra get əskərliyə, sağ-salamat, qayıt gəl. Bir iş tapaq işdə. Əl-ələ verib ana-bala bir yerdə qardaşlıq oxutduraq. Nə üçün çətindir Adil? Qalmışam meydanda tək. Görürsən? Allaha şükür bir təhər dolanırıq. Amma hər hansısa bir problemimiz olsa, arxamızda bir qəpik olsa pul yoxdur ki, o problemi həll eləyək. Yəni ki, o dalaşmağın bir dənə polisə getməsi ilə 3 nəfərlik ailə çökdü. Mən səndən heç nə gözləmirəm, istəmirəm də. Dediniz qız uşağı yaxşıdır. Ancaq bir şey istəyirəm. Çətindir demədim. Çətin deyil demədim ki, yaxşıdır. Problem gətirmə. Xahiş edirəm. Yaxşı. Sabahdan dava dalaşıyıq işlərə. Vallahi ciddi deyirəm. Mən asıram. Salam balaca. Adil evdədir. Bir dəqiqə. Mama. Polislər gəlib. İndi bizi nə adına aparacaqlar? Mən eşitmişəm belə şeylər şeydir, statyası xırda xuliqanlıq. 1 ilə qədər həbs.
Nə bir ili? Sənin xətri və 6 ay. Yox, biz neyləmişik? Bir il nədir? Dalaşmışıq da. Bir də bax görürsən danışanda da özü də deyir ki, bunları bilir. Bunları bilə-bilə eləyir. Ya bunları bilir. Sən gedəndə türməyə ki, getməyəcək, onsuz da uşaqdırsa əgər, 10-da 11-də oxuyursa getmir də. İndi var temalar. Uşaq eviza nəsə də başqa söhbətlərdir. Məsələ odur ki, bunu bilərək, yəni belə türməyə getdin, hə sonra anan qaldı bayırda çöldə tək. Yəni niyə bayırda çöldə tək deyirəm? Onu da gələcəm. Uşaq da eyni şəkildə qaldı başıboş. Niyə bunları bayırda çöldə tək deyirəm? Qalmır əslində, amma qalır da bir növ. Niyə deyirəm bunları? Çünki bu uşaqların başa düşdüyü dil belə olur. Söhbət bu uşaqdan getmir. İndi bu aktyordur da, indi başa düşürsüz məni. Yox, bir il olmaz. Bir il olur götürsən necə olacaq? Mənim məşqim var, mənim karyeram var. Görsən, görsən. Karyera da get. Bunu da bədbəxtdir. Mənim də dərslərim zadım var. Gülədə. Ona görə də oxumayıb orada burada beləsinə dalaşa fırlanmanın adı yoxdur. Demirəm oxuyun alimə. Və bir dənə danışmağa bir şey olmur, amma ki orada əgər həqiqətən bir sınıq falan filan söhbətləri, nə bilim bıçaqlanmaya qədər gedəcək ki, bu uşağın varsa, bu uşaq bu serialda olduğu müddətcə olacaq məncə bu. İş ciddiləşəcək istəsəməz. Ya biz də uşaq olmuşuq, biz bilirik də, yəni ki, biz də məktəbdə oxumuşuq. Yox, mən Fəridsiz heç yerə getmirəm. Bas bayra deyəcəkdi. Gəlin dalımca. Aldım bu. Fikir edəməm, Bahar pis yaş dövrüdür. Sən də çox üstünə düşmə. Neyinirsiniz? Temanı yoxlayaq, yoxsa bugün yox. Birazdan şeylər başlayacaq. Oyun tədbiri. Ona baxacağam. Onu sıxmışam bayaqla. Həm də keyfsizəm brat. Başqa vaxt. Sabah olur. Bugün biraz keyfsizəm. Düzələcək, fikir edəm. Hikmət də o yaşdadır da. Bir dəfə ondan pis bir şey görmüşük. Hikməti Zakir boş bıraxsa, inan ondan da betər olar. Yaxşı sən Allah. Bu oxşadı atasına. Uşaqlar. Axırı oxşamasın. Geç görüm. Geç. Çox sağ ol Zakir qardaş. Bu qudurub. Qoşulub o Fəridə axmaq işlərlə məşğuldular. Fərid kimdir? O Alkaş İsmailin oğlu. Ay bala, ay uşaq. Heç olmasa anava yazığın gəlsin. Bir özüvə yığış, bir özüvə gəl. Neyse, ya indi dönüb cavab qaytarmaq adına vuracaq onu, ya acılayacaq, ya da 1-2 bölüm sonra belə bir şey görəcəyik. Uşağı deyirəm bu arada. Dayıya qarşı. Yaxşı Zakir. Düşmə uşağın üstünə. Bibisi ölmüş, onsuz da qorxub. Bu çətin ağıllansın, bu ağıllanan zibil deyil. Zakirəm hamı başa düşdü də, hamı bildi. Kəs səsini. Mənə ağıl öyrətmə, yol göstərmə. Gəl getdik. Bibin qurban. Eləmə də, belə nə olar? Axı sən ağıllı oğlansan. Gəl. Sözə qulaq as, yaxşı? Yaxşı. Sabah gözləyəcəm ha. Gələrsiz, yaxşı? Baxarıq da vəziyyətə. Baxarıq, yox. Mütləq gəlib, gözləyəcəm. Yaxşı. Sağ ol. Allah amanında. Anası zəng elədi. Ara yerdə kimlərsə ağız açdı. Onlar da gəldilər qəşəngcə ağzından çıxan didi anasının qabağında uşağa, timsalında anasına da çıxdılar, getdilər. Nə oldu? Sənin anan oldu başı aşağı. Və o uşaq bunu 3-5 yaş sonra dərk eləyəcək. Bəlkə də çox. Başa düşürəm, qardaşım balasıdır. Bunlar ara sıra saxlayıb deməyimin səbəbi odur ki, siz də belə şeylərdən qaçın. Acılığa gəlir.
Vallahi sizin çöl bayırdan xəbəriniz yoxdur. Salam. Aleyküm salam. Marbix. Bir də gördünüz ki, Hoş geldiniz. qoşuldu ona buna, bədbəxt oldu. İndi deyirəm bu bölümü yarıda saxlamayacağıq da. Keçmişəm. Saxlayacağıq deyəsən. Deyim ki, indi uşaqdılar da, olur belə şeylər. O da sağ olsun ki, mənə başa düşdü. Amma başqası olsaydı, axıra qədər dirəşəcəkdi. Nəysə, elə cərimə ilə yola verdi, getdi. Nə cərimə? Sən Salam. Sizə maraqlı fakt deyim. Film Sumqayıtda çəkilib və 16 nömrəli tam orta məktəbdə çəkilib. S. Məlumata görə çox sağ. O çox da şey değildim. narahat olma, özüm ödəyəcəm. Düşünmədim yəni bunlar çox. İstəyirəm ki, o atasının yolu ilə getməsin. Anası ilə danışaq, onu göndərək akademiyaya. Deyib, razı olmayıb. Akademiya. Yolu salmaq lazımdır. Görürəm yaman səssizlikdir. Mən bu səssizliyi Polis pozmaq akademiyası. istəyirəm. Bir daha hamınız xoş gəlmisiniz. Burada yad adam yoxdur, düzdür? Hamımız mənim üçün çox doğma, əziz insanlarsınız. Rımqalar da qoyulub. Bam Mən yeyəcək çox yenə. xoşbəxt adamam. Bir ata kimi, bir dövlət qulluqçusu kimi çox xoşbəxt adamam. Bir də var eləmək istəyirəm ki, mən Pula girmişsən, pulsa. Pulsa. Bu sənin. Savadlı, Sənin? dövlətin qanunlarına hörmət edən, onu sevən bir Bu kimdir? O da çox sağ olsun ki, bizim əziyyətimizi. Dəqiq girmişsən üniversitəyə. Hı? Bağımla dəqiq girmişsən üniversitəyə. Mən qızın yəqin tanıyıram, da o birisini soruşam. Çox əziyyətlər çəkmişəm. Papanın dostu. Hoş gəldiniz Zukoş. Papanın dostunun qızıyım. Səbrin olsun da. Neçə yaş var? Növbə çatacaq. Nişanlıdır. Düz deyirəm. Nə deyirəm, Allah xoşbəxt olsun. Bu hazırlıqların pulunu məndən almaq çox əziyyətli işidir, çox. Əlbəttə, bütün bunlar zarafatdır. Bütün bu işlərdə valideynlərin zəhməti əlbəttə böyükdür, danılmaz. Bir dəqiqədən sonra yaza biləcəksən. Qışın dərdləri nəsə çox bərk çıxacaq. Hoppa. Ha, telefon ver bura. Görürsən boşun Telefon ver bura. Bu nədir belə? Telefonu ver, heç nə. Qumar oynayırsan sən? Ha, nə qumar deyilsən sən? Dəqiq. Oyun oynayıram, reklam da çıxır orada. Qumar, Özüm ölüm bax, eşidən biləm ki ya. yaxşı da qutarda qardaşımsan, Qumar. Yox, bu qumarbaz adam sənin üçün. Spoiler vermək kimi olmasın. Qaqaşın dərdi zarafasız bərk çıxacaq. Qardaşım. Adil hanı? Nəyim qonaqlıqda? Dedilər nə sütü var. Onu başa düşdüm. Biraz tez alırsan, yəni. Ayında içdim də. Arada məhliyə düşsün, ondan başına açılsa xəbərin olar. Şey nə oynadığını yazıblar TikTokda. Onu deyirəm başa düşdüm. Yox. Anam nə deyir, dərs sözü yaxşı oxumursun ona görə. Peki olansan. Söz soruş. Qatı-qatı nə danışsan, nəyə görə tutacaqlar? Mən bağışlayım. Aycan balım. Vetsində bunların ya sevgilisi zəng eləyir orada burada ya da ki nəsə Vetsin bunların telefonlarına ding 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 nəsə gəlir də yəni belələrinin. Məktəb vaxtında 10-11. Bağlamıyor. 8 bölüm baxmışam, spoiler vermək istəmirəm. Burada oturanların hamısının arzusu var. Mən arzu eləyirəm ki, Simple bütün bratan. bu arzular həyata keçsin. Siz sevirsiniz ha? İnşallah toyuna Şey yaşayaq olmaz. ay Zakir. Seriallar. Yəni də gözünüz aydın olsun. Çok sağ ol. Çok Sağ ol. Çok sağ ol. Nişanlı qızı bir zoom atıldı. Ya o qız oynayır. Belə də görürəm davam edəcək oynamağa. Ya belə də görürəm ki, bunun gözü ona dəyəcək. Sağ ol. Bu qızın adını eşitmədik. Eşidəcəyik deyəsən birazdan. Hə. Olya yığmışdı. Deyir, axşam gedək kluba. Padruqasını gətirir. Səni? Səndə pul var ha? Şeydir, onu 3 eləyə bilirsən. Orada podruqasının uzaqdan birini götürsün də. Valla sən elə mən deyəcəm. Üçüncünü niyə istəyir? Açıqlığını gətirmək istəyir. O birisi qıza yola demək üçün. Klubda nə etiniz azıb da balsın. Yaxşı.
Oğlum ben mektebi bitirmişəm. 24 yaşım var, hələ kluba gedir. Davay. Pul qohumda da Ha Hikmət. Gəl bura. Ne olur? Mənə bax pulum var. Ne olur ki? Ya neyinirsən, nə olub? Soruşan var yoxsa yox? Var. Tamam götür getdik. Hara gedir? Ya neyinirsən, hara gedir? Gedəndə görəsən. Adil başa dönüm. Saat 9'da. Allah papa bilsə bizi öldürəcək. Papamın başı qarışıqdır. Gelib gələcək 2 dəqiqəyə. Oğlum mən də deyirəm mahnı səsi hardan gəlir? Oo, başladı. Və var idi axı 50 dəqiqə falan. Al. Bir dəqiqə. Üzr istəyirəm. Hə, burada qalsın. Mən baxım. Götür. Üstündə deyil. Kikdən başqa TikTokda. Əsas Kikə baxıram. Seyfə qoyum. Götür də. Nə dedi? 200. 200. Tamam götür. Mama seyfə qoyub, oradan da götür. Götür də ağzıcar olma. Hə, yaxşı baxma. Nə küçəyə qoyulmalı uşaqdır. Hop. Hara gəlmişik? Maşın kimindir la uşağın? Hey görüm. Maşını niye burada saxladın? Hadi uşaqsan sən bilməzsən. Tez elə Allah yaxşı. Papa bilsə var ha. Bizi Hadi bir anda öldürəcək. papa vaxtı. Kino keçən il çəkilib. Niyə editinə əlləşiblər bu qədər? Ağzı qanat sənin. Bayaqdan gözləyirəm axı. Hadi salam əleykum. Salam əleykum. Hikmət nə var, nə yox? Sağ. Sıxılmırsan? Ayol. Tanış Qaqaş özünə ən qəşəng qızı seçir. olun, Adil, uşaqlı dostum, yaxın qardaşım. O da Adilin qohumu Ortadakı qız vəbşə qaqa. Hikmət. Siz də tanış olun. Ortada sağ. Humay xanım, Könül xanım. Bu da Ulya. Ulyanı tanıyırsınız da yəqin. Ulya mənim ürəyimdir. Gör. Şad oldum. Hə. Hə. Ha. Otur da. Gel bura. Gör nə deyirəm. Nasılsın sən? Qurban olma Adil. Ki deyib. Allah qatı bizi öldürəcək. Aa, tozaq nə deyil? Salam verməyə gəlmişdim. Qaqaş cimcimə düşür. Seç birini. Getdi Ulyan seçdi hə? Fəridin də o, başın xarabdır sən. Bu birisilərdən yoxdur. Sən seç. Alır düşmüş işte. Yazığı pozmayın. Mənə heç fərqi yoxdur. Bax şimdi. Aldın alım sana. Nəysə. Zəhmət Ağ köynək dedi bu arada. olmasa Könül xanıma alaq. Hikmət müəllimin yanına. Buyurun. Qızdan elə də yaşı yoxdur ya, yəni məktəbli qızlara oxşuyurlar. Necə ala bilirsiniz zəhmət olmasa ora bura? 10 saniyə əvvəl tanış olduğumu. Qaqaşın jelatinini açılmıyor. Nə oldu? Nəsə seçdiniz? Hanım, seçmək deyəndə ki, valla. Zəhmət olmasa mənə margarita verərsən. Hanım zəhmət olmasa margaritanı saxlayaq. Araqlardan nə var sizdə? Rasiski yoxsa mesni? Yox, rasiskinin başını buraxın, mesiniz orada, hə. Bir də litrov mesini verərsiniz. Bir dənə pivə seti. Bir də meyvədən zaddan belə stol doldurarsınız da zəhmət olmasa. Oldu, yaxşı. Oldu. Adil. Adil. Mən içmirəm ha. TikTok. It is fake TikTok. Bunu sizin sağlığınıza içərdim, amma içmirəm.
Bunu vuraq bir oğlunun sağlığına. Çünki mənim bibim oğlu birinci dəfədir pivə içir. Sənə deyirəm ha. O universitetə girib, özü də elə belə oğlan deyil ha, pullu oğlandır. Yox, bibi oğlu. Hə? Birinci bakal bizdə qanundur ya, yojik. Yojik nədir? Kirpi də. Kirpi? Alay. Neyse, davay. Qaldır. Səni gözləyirik. Hə. Qaldır bir Davay boğulu. Hikmət. Davay. Davay, axıra qədər. Hadi Hikmət, davay. Şöp, bəs eləyir. Sən yerin. Sözeydi. Davay, qaldırın. Qaldırın. Hə. Dur burada. Sen de var yok. Sen göre gelen de var yok. Devam edin gençler. Devam edin. Gedən qaqaş var idi ya. Onu tanıyıram. Bütün gün Azıqçınla bir yerdə fırlanır. Allah onda dəydi ki, Gedək. onlara geri bir boyda şey zakaz eləmişim. Məzələrsən məndən. Qorxursan ha deyəsən. Amma məsələn səndən qorxma, prosta deyirəm. Bu mərdim azarlıq olmasın ya, baxma. Ne olacaq, nə deyəcəklər sənə? Davay qızlar, qaldırın. Hə, nəysə, opşum, qaldıraq. Araq vursan. Götürmür hə? Yox. Maşallah heç kim xəbər tutmadı. İnan Zakir Qalx düzülə. Bunlar nə vaxt getdilər? Necə aradan çıxdılar ki, xəbərimiz də olmadı? Doduvu gərək düzgün seçəsən nə deyim dostumu. Gönül, mən səni sevdim. Sən çox yaxşısın. Qaqaş qayıtdı. Qaqaş qırğını çıxardacaq burada. Səsi də çıxmır. Bizi belə asacaq başımıza. Qaqacan deyirəm, getdi Azıqla kazını çağırmağa. Gedək biz də. 100% dur getdik. Nə axırıncısını vur. Qaqaş prima çəkməkdən səsi tanına qaçıb. Hikmət. Ha, bu da kayıfda deyil. Hikmət. Ha, Biz gəlirik də. hara gedirsiniz? Hayır, siz gəlirik də. Dur. Var. Arada qalmışdı. Hə. Baba dedi ki, bəs hüquqşünas ol. Dedim, yox. Mən aktyor olacağım. Siməm də uyğun gəlir. Mən aktyor olacağım, bəs salam. Aha, sonra nə oldu? Sonra, yəni... Hə, mama. Joko vurur. Hardasın baba hə? Niyə zəng verəcəm? Yaxşı, bunlar çölə çıxdılar, nə oldu? O da verirsiniz. Bu niyə bugündədir? Nə gündəsən sən? Vay. Mənim tanıdığım bu kişi buna da vurar, qırığına çıxar. Ya da qovar. Açarı ver hə. Oldu. Bağışlayın. Üzr istəyirəm. Anovun boynu soxdun yerə. Qaqaş birbaşa şilləyinə yatmağa getdi. Sən Allah heç nə demə. Bütün igidiyimizi haram elədin.
Bu mesajı niye bura düşür hər dəfə? Görə kimdən mesajlaşacaq? Zibilərdən çıxır. Demək ki adamı öldürüblər falan var. Maşının bagajına zad atıblar. Açıldı. Hə, sən də? Hə, şükür. Bak, Zakir hükümətə bir dənə şapalar qoydu, o uşaqdan da çətin bir qışlas çıxar. Desən öl. Sən nəsə eləmədik? Alayo, sən hər şeyin başını bıraq. Bugün nələ görmüşüksə, anda çıxamız aramızda qalacaq. Alan kimə? Başını bırak tez elə. Hanı aç artık. Qapını aç. Açar! Hansı şeydə, stol üstündə. Gözü. Kimət də götür. Hər. Hərinə də zarafat eləmirəm. Ama bildim də sənin narahat olmaz, yox. Basara qurdun ha. Evdə zətdə də bir kəlmə demirsən. Yoxsa bizlə qəbrə kimi getməlidir. Bildim də qardaşım, deyirəm narahat olma da. Nəysə qardaşım, gecən xeyir. Yaxşı oldu. Tez. Ulu burada ne diyorsun Operator Çox tema kino deyə səndən bir yerdə ikinci dəfə baxıram, düzünə qalsa bitməyib, amma yenə də. görərsən. Ama meselen sen ne ölme tez elə sür. Ama sür tez elə meselen mi sür tez elə. Kimdən danışırdın? Deyirəm, kimdən danışırdın? Heç nə, sən yat. Niyə gec gəlmisən evə? Gəldim də, nə bilim. Yat bala, yat, gecdir. Görəsən nə danışırlar? Amma mən nə bilim, İki biraz yaxınlaşaq. Yox, yaxınlaşsaq palit eləyəcəyik. Mən düzdür. Ya soxdu. O gördü bizi. Yüzükü xidməti, Babayeva, buyurun. Xanım məhəlləmizdə bıçaqlanma olub. Ad soyadınızı və dəqiq ünvanı deyin. Qardaşım, o uşaqlardan heç kim yoxdur. Yaxşı. Azər, gəl dayı, gecikirik. Hə, şahid oldular. Sabahınız xeyir. Məni niyə oyatmamısan? Gəl. Aç. Birazdan bağlama qəşəng idi. Qaş yumurtaya oxşur. Alo. Sen evde olanın yap. Şey eşitmisiniz? Baxmısınız? Söz serialında
Adı yadımda değil. Hal-hazırda Kadir rolunda oynayır Eşref Rüyada. Söz serialında Pusat'daydı. Pusat idi. Yox, o Kurtlar Vadisi'ndə Pusat rolundaydı. Çukurda da nəsə Sözdə də nəsə bir rolu var idi, adı yadımda deyil. Oxşuyur ha ona. Dəri rəngi olaraq da. Orada bilirsiniz də bugün ayın 6-sı, 6-cı ay 2026-nın 6-cı günüdür. 06.06 2026 06. Var uşaq məktəbə. Kimdir ki? O şimdi dedi ki, saxladığım üçün izah edirəm. Çünki saxlamışdım, eşitmədiniz. Sən evdə ol anonla aparır. Qardaş ol məktəbə. Düş aşağı görəcəksən. Kəsanla. Hocam lan mafyozlara ilişiblər, nə olub? Sabahın xeyir. Sabahın xeyir bala. Otur çay iç. Çay süpüşəm. Leyla durmuyor. Atam məktəbə apardı. Deyirəm də içməyəndə adam olur. Gecə hardaydın? Adam olurdu. Gözəl uşaqlarla. Gecə vaxtı? Birinci dəfə deyil də. Birinci deyil, amma axırıncı olsun. Yaxşı. Valla qurban olum sənə, eləmədə belə nə olar? Biraz insan özündən də asılıdır. Mən özüm 7-ci, yox 8-ci sinifdən demək olar ki, axşam vaxtları da mən çölə bayıra çıxırdım və yaxud da çıxdığım vaxtda, məsələn, günorta falan çıxdığım vaxtda gec gəlirdim. Amma o necə deyirlər, o məsələn çölə çıxmamaq qadağa kimi var ya, onu mən qırmışdım evdə. Və səhv heç bir şey eləmirdim. Düz evə gedəcəməyə biraz səhvdir. Nə siqaret çəkmişəm, nə içki içmişəm, nə bir zibilə qarışmışam. Başa düşürsünüz? Yəni biraz insanın özündən də asılıdır. Heç yerdə söz də götürməmişəm ha. Ya deyirsiniz ki, bu belə yaşayıbsa onda fişoda deməli hardasa bunun nəsə deyiblər bu yeyib qabağa. Elə bir şey yoxdur yəni. Çünki bu gün biri ilə sözüm çəpdi gəlib, bu gün elə ağzından qəşəng sözlər də demişəm, az qalıb ki, burum atım qırağa. Yəni eləyirik öz hərəkətimizi. Prosta hər şey elə eləyirik ki, biz zibil də çıxmır. Səhv bir şey də olmur. O da gələ yaş aldıqca təcrübə ola görəsən. Atdan düşməmək lazımdır bəzi yerlərdə. Ay sağ Big Bratları söhbətdə görüblər. Onlar da qorxur ki, bunlar polisə quşlayar. Eyni temadır. Göz qorxusu olmalıdır da, indi elə edilməlidir. Gəlini gedəni də öldürə bilməsin axı. Siqaretə görə ev dustağı olmuşam. 6 ayda asosial kimi evdəyəm. 17 yaşım var. Çatmır da mənə vay. Hazırda qadağa yoxdur qabağımda. Amma ki özüm çıxmaq istəmirəm hal-hazırda. Siqaret. Ya günü bu gün mən çöldən evə gəlim, üstümdən siqaret iyi gəlsin. Bilirlər ki, mən çəkmirəm. Bilirlər ki, deməli dostum, tanışım çəkib. Çəksəm deyərəm çəkirəm. Çəkmirəm. Niyə? Heç şeyində olmamışam. Yəni istəməmişəm. Yəni 17 yaşın var. Yavaş-yavaş gör ata bilirsənsə at. Valla bax, açıq danışım da, yaşca böyük olsam da mən şey deyiləm. Heç kimə qarşı. Sən məndən balacasan, mən nə dedim o da belə bir şey deyil. Amma çəkmədiyim halda çəkən tanışlarım, dostlarım var da, yəni ki düz deyə elələri var ki, məndən də yaxşı sağlamdılar çəksə belə, amma ki lazımsız bir şeydir. Günə aya 90 manat cibindən pul çıxardır durduq yerə. Var dost tanışlarım. O olur ya məsələn günə bir dənə çəkirəm zət desəm belə arta da bilir, azala da bilir düzdür, amma artır da. Siqaret çəkən qəlyan da çəkir. Qəlyan çəkən siqaret çəkmir, olur bu belə şeylər. Amma lazımsız şeylərdir, baş ağrısıdır. Sənə elə gəlir ki, sən əsəbləşirsən və əsəbləşəndə siqaret sənin əsəbi sakitləşdirir. Elə deyil. Müddətli olaraq sənin əsəbi sakitləşdirir. Sən səhəri gün yenə eyni vəziyyətdəsən. Yəni o sənin nə borcunu ödədi,
nə sənin yanında dayandı siqaret, nə də sənə hər hansı bir şeydə dəstək oldu. Sadəcə sənin əsəbi sakitləşdirdiyi müddətdə olaraq sən səhər gün yenə əsəbləşəcəksən də, onsuz da belə baxsan əgər. Yox, əgər sən həmin vaxtda əsəbləşmək yerinə bu yoldan, bu variantı necə bitirə bilərəm, bu məsələdən necə bir həll yolu tapa bilərəmə getsən, siqaret falan heç də fikirləşməyəcəksən. 4 manat zəhrə verməkdən cips alıb yeyərəm, əsəbinə, ay sağ ol, görsən. Mən alıram məsələn cipsimi arada sırada yeyirəm. Amma baha deyə bu arada cipsin 4 manat olmağı kimi zibil şey yoxdur. Bu boyda cipsi alıram. 3 manat 79 köpək. Ayıb da gül ala. Nə var ya? Onun da yarısı boşdur. İndi hamımız bilirik də. Var onun söz söhbəti. Amma ki kolanın özü də 2 manatına qədər. Çox şey deyə. Bir dəfə getdim şey aldım, cipsim aldım. Onu da acılısından aldım. Zəhər. Ay sol 2.20-yə alırdıq əvvəllər. Bir abırsılıq. Qatılıram fikri və çalışıram başlat. Yavaş-yavaş bir yerdən tutsun. Ücə gördün ki, məsələm deyirəm. Bir həftəyə çatmısan. Elə orada da dirəş. Yadıva da salma. Simiska deyirlər də, düzdür, çox su ki, atmaq üçün. Tembuli bax, bravo. Hashtag reklam deyil. Orada simiskalar qovururlar içəridə. Duzlu qəşəng dadlı deyə bu arada. Ağ tum gedir, amma ağ tum deyil də, qaradır. Böyükdür. Alım sütdüyün çox dadlıdır. Mən arada alıram 3-5 manatlıq. Görürsən axı. İndi də var evdə. Vəziyyət. Hashtag reklam deyil. Bizi. Neyini məcburuq hoca. Bundan artıq nə olsun ki da? Sən Allah bəsdir də səhər tezdən də. Fərid, biraz məsuliyyətli ol. Hə, bu arada mənim dayılarım, əmilərim, atamdan başqa çox adam çəkir siqareti. Heç kimə də pis baxan yoxdur. Bir şey deyən də yoxdur. Amma ki, nə qədər uzaq olsun, o qədər yaxşıdır. O üstündən iyi gəlməyəcək. Evə girməzdən əvvəl davay bir dənə saqqız çeynəyim, 9 ad vurum ki, sən Allah üstündən iyi gəlməsin. Lərə də girməyəcəksən yəni. Hə, onları eləməsən deyə bilərsən ki, niyə edeyim ki, öz evimə girirəm, gəlsin də siqaret iyi. İndi məsələn, ailənin başçısı olanda da, o da balaca uşağın olacaq məsələn evdə, bütün siqaret yiyib vuracaqsan. Uşaq da xəstələnəcək, öskürəcək, əslində belə detallar var. Sonra üstüyə istəsəmiz də, o da uzun söhbətdir, amma var yəni. Əlavə olaraq da evə girirsən, yəni nə qədər böyük olsan belə evdən o iyi veçini qalacaq. Yaxşı bir şey deyil, açıq deyim sizə. Başdır və evə gec gəlməklərini. Yaxşı bala. Qaqaşın evinə gəldilər. İyi cəhənnəm Dıxanyanı öldürürəm elə başladı. İndi görürsən. Dıxanyaya mən çox bir şey deyə bilmərəm. Mən özüm səhv qidalanmalarımın nəticəsində Dıxanyam sıfırdır. Amma hə, qapı bərk döyüldü. Polis döyülüşünə oxşuyur. Amma ki, siqaret çəkmirəm də, içki də içmirəm. Amma Dıxanya yoxdur. Ona görə Dıxanyaya mən heç bir şey deyə bilmərəm. Haqqım çatmaz mənim. Salam aleyküm xan. Aleyküm salam. Polis kapitanı Cəfərov. Polis döyüş. Alaverdiyə bu mənzildə yaşayır. Bəli. Bu qaqaş bir dənə ötdü də. Fərid. Salam aleykum. Ay Bölüm bitdi hə? Bu şey deyil, mən çəkmirəm, belə şey eləmirəm. Prosta yəni sizin də çəkməməyiniz üçün yayımda nəsə eləyə bilərəmsə, həqiqətən də eləmək istəyərəm. Başım bunlar güdülüb. Nə qədər ki, səni də aparmayıblar otur maşına. Nə olacaq? Bu qaqaşın yolu buradan açılacaq, gedəcək əməlli başlı. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək.
Çalışdıq ki hörmət qazanaq bir də çörək. Gecələr şəhərin gözləri yumulur. Meyid məsciddə günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Mikrayonda səhər açılır. Maddələr aparır ağıl. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük. Sağlığında oldu dost cininlə yük. Qumarda udan, həyatda uduzar. Evin yolunu itirmişik, düşmüşük uzaq. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Çəkilir göz sınağa, dönür söz silaha. Batıp mı günaha, ana olma narahat. Eve geç qayıtmaram. Telefona çatmırsan. Eve geç. Mənə çatmayan odur ki, bunlar necə ikisini də tapıblar. İzləyiblər böyük ehtimal. Ya da ki, o bir nəfərləri tanış idi də. O filan kəsi tanıyır falan filan dedilər. Orada o səsi batan qaqaş var idi ya. Batmış kimi danışan. Eləcə danışanlar da olur. O məsələdən ola bilər. Yəni belə biri adam idi, necə idi? O da deyə bilər ki, hə çıxanda belə birini görmüşdüm, ya yaxud da içəri girəndə. Əlavə olaraq polislər hardan bildi ki, bunlar bu söhbətdə olub, onu mən də bilmirəm. Kamera söhbətinə girəcəklər, amma girsələr o birisini də görərdilər. Qızlardan biri Olya adlı, Ulya. O tanıyırdı bu qaqaşı əslində. Yəni bu qızları təşkil etdiyi üçün qızlardan biri bunun adını vermiş ola bilər. Belə temalar. Son bölümə kimi baxmışam filmdə, o barədə izahat yoxdur filmdə. Qəşəng spoiler verdin. Hə, təbii idi. Qəşəng oynayıblar. Başroldakı qaqaş qəşəng oynayıb, xoşum gəldi. Əskərdir. Ülvi kimidir serialda. Hal-hazırda əskərdir deyir, qanacaqlı əskərdir. İdmançı. Türməyə gedən indi əskəri gedib də deyir əskərimdir. Maxidir bu böyük ehtimal. Komandiri. Küt şunalar qayıdıb. Əməlli başda hakimsizsə. Polis maşında olan, hə. Bir bölüm pis deyildi. Davamı necə gələcək hələ ki bilmirəm. O hype-ı necə saxlayacaqlar. Yəni bir il əvvəl çəkilmiş serialı indi yayımlayırlarsa, bəllidir ki, əməlli başda oturub üstündə işləyiblər. Görsən niyə bir il gözləyiblər? Sahil qəsəbəsinin sakinlərinə və Sumqayıt şəhəri 16 saylı tam orta məktəbinin şagirdlərinə xüsusi təşəkkürümüzü bildiririk. İkinci bölümə baxarıq. Yəni 1-2 bölüm davam eləyərik, görək nə olur. 33 yaşı var, gözləri dolaraq baxır. Çünki analara çox yazığım gəlir. Mən özüm Kənd Əhmədlidə böyümüşəm. Belə mənasız həyat yaşayan bütün gənclərə müraciət etmək istəyirəm. Bu boş həyatda ailənizdə dərddən başqa heç nə gətirməyəcəksiniz. Oğru həyatı ilə. Mənə inanın, əgər sizin ucbatınızdan evdə ananız ağlayır və əziyyət çəkirsə, deməli siz yaxşı oğlan deyilsiniz. Yaxşı oğlan həyatda yox, evdə olmaq lazımdır. Kişi o insandır ki, evinə rahatlıq gətirir, evə yalnız dərd-bala gətirən kişi deyil. Yəni 100% düzdür demirəm. Səhvdir də demirəm də, yəni özünüz başa düşdünüz. Qəşəng. Yeraltı var da bizdə prosta. Bu yeraltını bitirdikdən sonra, yəni 3 bölüm ya da 4 bölüm qalıb. Az bir şeylərdir. Onu tez bazar bitirərik. Başlayarıq buna. Hə, bunu 12 bölüm eləyiblər ki, final yoxsa sezon finalı. Bunu 12 bölüm eləyiblər, bir il sonra yayımlayıblar söhbəti. Hashtag reklam deyil, Netflix teması kimi. 40 dəqiqə məsələsi. Hə, indi danq elədi mənə. Bez rutsnoya.
Bu gün çıxıbdı onun da bir dənə bölüm, 9-cu bölüm. Biri deyəndə 2025-in noyabrında başlayıblar çəkməyə. Ya onda yaxşıdır, normal yayımlayıblar.